Baxın, mətbəxə baxın. Yəni, bu günlərim gəlib evlərə baxan müştərilər, səhifəmizdir, gəlib evlərə baxan müştərilər bilirlər ki, Masazırda 2 otaqlı evlərdə belə mətbəx yoxdur. İnanın ki, otağa bərabərdir. Yəni, otaqla, yataq otağı ilə mətbəxdə fərq yoxdur. İstəsəz, oranı yataq otağı eləyib, buranı mətbəx eləyə bilərsiniz. Yəni, o dərəcədə böyükdür. Bura mətbəximizdir. Bura evimizin yataq otağı. Yataq otağında maşallah o qədər yükləyiblər. Baxın, buradan göstərəcəm sizlərə. Belə, bu spalnidir, şifoneri oradan. Yəni, bu şifoneri əslində bura qoysalar, ev genişdir. Bu şifoner özdə bura sığar. Yəni, buradan qoydunuz, buradan qoyublar kravat. Yəni, qınamıram da, yəqin ki, Allah saxlasın, uşaq sayı çoxdur. Bütün əşyalarıyla birlikdə. Bura isə evimizin qonaq otağıdır. Nə görürsünüzsə qalır. Elə kondisionerlə televizoru götürsəz 2000 eləyir. Divanlı, düzdür. Ola bilər ki, kim üçünsə, öyle bu əşyaların özünü də götürsəz, bir 2000 dolar eləyir. Bir 5000'lik rahat əşya, 5-6 minlik əşyası var. Xaladeniki var, nə bilim. Çox deyərəm sizə, 5-6 minlik yox. Çox da əşyası. Baxın, gördüyünüz kimi belə bir evdir. Bura daha mamsanuzelidir. Bura həyətyanı sahəsidir. Masazırda Lider Marketin tam yaxınlığında torpaqların 35 min, bir sot 35 min olan ərazidə paket kupça, evində torpağında kupçası var. Real alıcılara endirim olunacaq. Deməli, marşruta cəmi 10 metr məsafədə. 10 hələ çox deyirəm. Sığortalıyım özümü. Gəlib birdən sayarlar, 11 gələr, deyərlər ki 10. Mən təqribi dedim, 7 metrdir marşrut. Qapısının ağzına qədər asfalt küçə, su, qaz, işıq, kanalizasiya mərkəzi, sənətdə paket kupça 57 min manat startlı qiymətli. Real alıcılara endirim olunacaq. 57 min düşünməyin bu evi. Çünki bu evin ən azı 7 minlik əşyası var. 50 minə bu ərazidə 2 otaqlı havaydı. Mən deyərəm ki, havaydı. Ürəklə deyirəm. Varsa başqa bir variant, atın videosunu, deyin qardaş falan yerdədir, geçsək, tez satacaqsın. Sağ olun, salamat qalın.